Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektlərinin dam örtüklərində şifer materialından istifadəyə qadağa qoyulub. Milli Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılması ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib. Tikinti sahəsində tətbiq ediləcək yeni qaydalara əsasən bundan sonra binaların dam örtüyündə şifer materialından istifadə yol verilməz hesab olunacaq. Qərarın əsas məqsədi insan sağlamlığının qorunması və tikililərin təhlükəsizlik səviyyəsinin artırılmasıdır. Tikinti üzrə ekspert Vüqar Oruc açıqlamasında bildirib ki, mövcud vəziyyətdə şiferlə örtülmüş tikililərin dam örtüyü söküləcəyi təqdirdə həmin vətəndaşlara dövlət tərəfindən müvafiq kompensasiya ödənilməlidir. Düşünürəm ki, bu qərardan sonra müəyyən fərdi yaşayış evlərində sözügedən materialdan istifadə olunan təqdirdə həmin materiallar icazə verilməyəcək və eyni zamanda mövcud vəziyyətdə fərdi yaşayış evlərində olan həmin materiallar söküləcək. Söküntüdən sonra təbii ki, düşünürəm ki, Azərbaycan dövləti həmin insanlara bu və ya digər formada dəstək olmalıdır və kompensasiya verilməlidir ki, həmin materialın əvəzinə digər materiallarla təmin olunsunlar. Çünki daha çox həmin materialdan istifadə edilməsi onunla bağlıdır ki, sözügedən materialın bazarda qiyməti digərlərinə nisbətən ucuz idi və təbii ki, yeni dəyişiləcək material daha baha başa gələcək. Fövqəladə Hallar Nazirliyi isə sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan fərdi yaşayış evlərinin inşası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə məlumatlandırma icraatına şamil edildiyindən bu istiqamətdə inzibati icraat Nazirliyin səlahiyyətlərinə aid deyil. Məlumat üçün bildirək ki, dəyişikliyə əsasən beynəlxalq təcrübə nəzərə alınaraq asbest və tərkibində asbest olan materiallar mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına daxil edilir. Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Leyla Səməndər, Havar Şəfiyeva, Yeni Azərbaycan TV.